Həftəlik bürclər 4 maydan 11 maya doğru dolça ikizlər tərəzi bürclərin hava ünsürləri nələri gözləyir? Birinci dolçalardan başlayanda dolçalar ya görmürsünüz çox şey, ya da görünən şeylər sizə olduğu kimi şəkildə gəlmir. Çünki bu həftə o qədər belə deyim sizə, hər şeyi səhv anlayacaqsınız və həqiqi mənada deyirəm, amma səhv anlayacaqsınız. Dəyərləndirməyiniz, ailəvinizlə, ətrafınızla, danışıqlarınızla, sosiallığınızla o qədər problemlər var ki, yəni nə isə görməyə, özünüzü doğru formada aparmağınız, zaman çərçivəsində doğru formada dəyərləndirməyiniz sıfır vəziyyətindədir. Yəni istəklərinizi başa düşürəm, hər kəs istəyini həyata keçirtmək istəyir, amma bu həftə keçmişdən yarımçıq qalan problemləriniz belə sizin zaman çərçivəsinə doğru zamanla bağlı problemlərinizdə, maddisal problemlərinizdə və həftənin sonlarına doğru cümə axşamından başlayaraq istək və arzularınızı səhv istiqamətə doğru, nəfsinizin qurbanı olaraqdan idarə edəcəyiniz bəzi problemlərin aktiv formada üzə çıxmağını göstərəcək. Yəni dolçalar bu həftə oturun, hər şey dərin fikirləşin. Yəni mənim istəklərim bəzi nüans və gedişatları insanların həyatına mənfi təsir edəcək qədər güclüdürmü deyib bunları dəyərləndirməyiniz çox vacibdir. Gedişatınız çox zəifdir, qərarsızlığınız çox zəifdir, nevroloji sisteminizdə problemlər var. Ümumiyyətlə dolça ikizlər tərəzi bu həftə sizin psixoloji baskılar, psixoloji belə deyim də təzyiq olacağınız bir həftələrdən biridir. Mənim xoşuma gəlmədi gedişat. Bacarırsınızsa malınızla, evinizlə, mülk dəyişmələrə, mülkünüzdə bağlı yenilənmələrlə əlaqədar dolçalar özünüzü təbiət və belə deyim də təbiətlə və mülkünüzlə əlaqədar enerjilərə yönləndirməsi 63% çox zəifdir. Əkizlərə gələndə isə əkizlər bu həftə özünüzü yormadan nəylərisə belə deyim də gizlədiblərsə və nələrsə siz gizlətmisinizsə hamısının üzə çıxma zamanıdır. Yatmış enerjilərin oyanış zamanıdır. Tərəzilər, əkizlər emosionallığınız çoxdur. Şəxsiyyətlə əlaqədar tək qalacağınız, hər şeyi yarımçıq saxlayacağınız, hər şeyi belə deyim də istəyib istəməmək, risk edib etməmək barəsində qərarsızlıqlarınız çox olacaq. Çox emosional yanaşacaqsınız. Bu həftə sanki əkizlər uşaq kimi olacaqsınız və yanaşdığınız enerjilərdə zaman çərçivəsinə doğru dəngəsiz formada olacaq. Bəli, başa düşürəm, çoxdan da yalnızlaşmış bir vəziyyətdə siz əkizlər istəyəcəksiniz, diqqət olsun istəyəcəksiniz, dəyər olsun ətrafınızda, hər şeyi tarazlaşdırmağa çalışacaqsınız, amma bunu uğurlu bir formada edəcəyinizə mən inanmıram. Övlad ailə ilə bağlı bəzi problemləriniz, sağlamlıqla əlaqədar narahatçılıqlarınız ola bilər. Əkizlər onlara daha çox yönəlməlisiniz. Və əkizlər bürcünün kişiləri, ən çox da 45 yaşından yuxarı olan kişilər pul maddiyatla əlaqədar yarımçıq qalan problemləriniz, borc kreditləriniz nə varsa bir 15 gün ərzində qaynayıb ortaya çıxa bilər, vulkan kimi püskürə bilər. Bunlara fikir verməz. Ümumi dəyərləndirsək, mənim xoşuma gəlmir. Diş çənə sisteminizdə problem var. Boğaz nəfəs sisteminizdə bəzi problemlər ola bilər ki, onlara fikir verməlisiniz. Enerjiniz 74-75%-ə qədər oynaq vəziyyətdədir. Və bu həftənin ən kritik zonasında olanlardan biri də tərəzilər sizsiniz. Bildiyiniz nevroloji aktivləşmə olacaq sizdə. Nevrozluğunuz aktivləşəcək, nəfəs, panik ataklarınız güclənə bilər, olduğunuz müddətdə qala bilməyəcəksiniz, əsəbiyyət, öfkə kontrolündən çıxacağınız nüanslar olacaq. Hər şeyi idarə etməyə çalışacaqsınız, bacarmayacaqsınız, xəyanət, qısqanclıqla əlaqədar problemlər, bəzi bilmədiyiniz nüansları sizə danışıq və sərt formada yönəldəcək insanlar olacaq. Tarazlığınızı qorumağı bacarmaq. Çünki bu həftə bir sınaq həftəsi olacaq tərəzilər. O tarazlığı qura biləcəksiniz, yoxsa yox. Bu qurmağınız çox vacib. Çünki bunu qurmasaz iyul ayına qədər nevroloji baskıda və nevroloji dəngesizlikdə ola bilərsiniz. Buna isə gərək yoxdur. Bəli, alacağınız xəbərlər kim olsa təsir edə bilər. Amma sabitliyi qorunmalısınız. Ən aşağısı ayın 19-una qədər tam sabit vəziyyətdə olmalısınız. Çünki kritik bir zonadasınız. Ürək damar, nevroloji, sinirsel oynaq problemləriniz normadan çoxdur. Xoşuma gəlməyən dəri xəstəliklərlə əlaqədar problemləriniz də ola bilər. Bunlara fikir verməz. Ümumi dəyərləndirsək tərəzilər 61%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Amma bu uğurlu deyil.